Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi Metodik və İxtisas Artırma Mərkəzinin tərəfdaşlığı və İrəli İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Qərbi Azərbaycan İrsini Tanı layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində qayıdış hüququ və gənclərin rolunun artırılması mövzusunda seminar keçirildi. İrəli İctimai Birliyinin baş katibi Riyad Cəbrayılovun moderatorluğu ilə baş tutan seminara Balabançı ansamblının ifasında dövlət himni ilə başlanıldı. Qərbi Azərbaycana qayıdış prosesində həyata keçirilən iri miqyaslı layihələr, proqramlar haqqında bəhs edildi. İrəli İctimai Birliyinin ayrı-ayrı vaxtlarda həyata keçirdiyi Qərbi Azərbaycan mədəniyyət irsinin təbliği məqsədi ilə konfranslar, festivallar, düşərgələr, infosessiyalar barədə məlumat verildi. Seminarda çıxış edən İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin direktoru Vüqar Hümbətov, Azərbaycan Dillər Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Həmidə Əliyeva, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənah qızı, Qərbi Azərbaycan İcmasının əməkdaşı Cəmilə Fəyyaz çıxış edərək Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektləri barədə ətraflı məlumat verdilər. Bu mövzunun gənc nəslə düzgün və sistemli şəkildə çatdırılmasının vacibliyini vurğuladılar. Bildirildi ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Seminar ədəbiyyatşünas, filologiya elmləri doktoru Əsgər Zeynalovun İrəvan məktəbi və onun nümayəndəsi olan böyük şəxsiyyətlər, Azərbaycan Dillər Universitetinin 2-ci kurs magistr tələbəsi Sümbül Qarayevanın Qərbi Azərbaycana qayıdış hüququ və gənclərin fəaliyyətinin stimullaşdırılması və Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Orucəli Abbaszadənin region gənclərinin Qərbi Azərbaycana qayıdış prosesində fəallığı, təşəbbüs və ideyaların dəstəklənməsi mövzularında çıxışları ilə davam etdi. Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Həzrət Əzizli, Ədilə Əliyevanın ifalarında Bayatı Şiraz muğamı, Qaçaq Nəbi bədii filmindən mahnı, Zəngəzur nəğməsi və Balabançı ansamblının ifasında Ağbaba Yallısı səsləndirildi.